Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və radio dalğalarımızın sadiq, təbiətsevər dinləyiciləri. Məktəbimizin doğma səsi hər birimizi ətraf alama qarşı daha diqqətli, məsuliyyətli və həssas olmağa səsləyən Gələcəyin İşığı FM-in radiosu yeni buraxılışı ilə efirdədir. Mikrofon qarşısında mənəm, 6-cı A sinif şagirdi Mələk Məmmədova. Bugün təqvimimizin 5 iyun tarixini göstərir. Bugün bütün dünyada bəşəriyyətin ən böyük, ən doğma və ən vacib evi olan təbiətimizə, ekoloji tarazlığımıza həsr olunub. Bəli, bugün Ümumdünya Ətraf Mühit Günüdür. Dostlar, Ümumdünya Ətraf Mühit Gününün qeyd olunması 1972-ci ildən Stockholm konfransından başlayır və hər il bizə çox sadə, lakin həyati bir həqiqəti xatırladır. Bizim cəmi bir dünyamız var və o əvəzolunmazdır. Təbiət bizə qarşı hər zaman çox səxavətlidir. O bizə nəfəs almağımız üçün təmiz oksigen, yaşamağımız üçün su və qidalanmağımız üçün münbit torpaq bəxş edir. Lakin təəssüf ki, müasir dövrün gətirdiyi nəzarətsiz sənayələşmə, havanın həddindən artıq çirklənməsi, meşə sahələrinin amansızcasına azalması və hər tərəfi bürüyən plastik tullantılar planetimizi böyük bir ekoloji fəlakət və iqlim dəyişikliyi təhlükəsi ilə üz-üzə qoyub. Ətraf mühiti qorumaq sadəcə təqvimdəki bir günə sığan simvolik aksiya deyil. Bu, hər gün, hər an yerinə yetirilməli olduğumuz ən mühüm insani, mənəvi və vətəndaşlıq vəzifədir. Çünki təbiət yoxdursa, həyat da yoxdur. Azərbaycanın təbiəti öz füsunkar gözəlliyi, uca dağları, yamyaşıl meşələri, şəffaf çayları və mavi Xəzəri ilə hər kəs heyran edir. Biz bu zəngin təbii irsi qoruyub saxlamaq və gələcək nəsillərə olduğu kimi bəlkə də daha təmiz, daha bərpa olunmuş şəkildə çatdırmalıyıq. Dövlətimiz tərəfindən həyata keçirilən geniş miqyaslı ağaçəkmə kampaniyaları, tullantıların yenidən emalı proqramları və xüsusilə işğaldan azad edilmiş, illərlə ekoloji terrora məruz qalmış torpaqlarımızda təbiətin sürətlə bərpası üçün görülən işlər hər birimiz üçün böyük bir nümunə olmalıdır. Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində ekoloji mədəniyyəti bir həyat tərzinə çevirmək bizim həm vətəndaşlıq, həm də gələcəyimizə olan borcumuzdur. Əziz məktəb yoldaşlarım, biz gənclər ətraf mühitin mühafizəsində sadəcə müşahidəçi deyil, ən ön cərgədə duran aktiv iştirakçılar olmalıyıq. Bəzən bizə elə gəlir ki, bir nəfərin etdiyi kiçik bir hərəkət qlobal miqyasda heç nəyi dəyişmir. Amma unutmayın ki, okeanlar kiçik su damlalarından yaranır. Bir kağız parçasını yerə atmamaq, lazımsız yerə yaranan elektrik lampasını söndürmək, suyun hər bir damlasını israf etmədən qənaət etmək, polietilen torbalardan imtina edib ekoloji təmiz çantalara keçmək və ya sadəcə həyətimizdə bir ağac əkib onu böyütmək. Bunların hər biri planetimizin xilası üçün atılan nəhəng bir addımdır. Biz məktəbimizdən başlayaraq ətrafımızı təmiz saxlamalı, sinif otaqlarımızı yaşıllaşdırmalı və hər kəsi təbiəti sevməyə, ona bir canlı kimi hörmətlə yanaşmağa çağırmalıyıq. Yadda saxlayın ki, ən gözəl və təmiz şəhər hər gün süpürülən deyil, heç vaxt çirkləndirilməyən şəhərdir. Gəlin bugündən etibarən təbiətə olan münasibətimizi kökündən dəyişək. Təbiət bizim istismar etdiyimiz bir resurs deyil, o bizim nəfəs aldığımız ciyərlərimizdir. Ətraf mühitə vurduğumuz hər bir zərbə əslində öz sağlamlığımıza və gələcəyimizə vurduğumuz zərbədir. Hər birimiz bir bitki böyüdək, hər birimiz ətrafımızdakı bir ağaca qulluq edək. Təbiət ona göstərilən sevgini və qayğını heç vaxt cavabsız qoymur. Gələcək nəsillərə daha təmiz, daha yaşıl, havası saf və suyu buldur kimi olan dünya qoyub getmək bizim bugün göstərdiyimiz iradədən, seçimlərimizdən və ya davranışlarımızdan asılıdır. Gəlin bizə həyat verən bu planetə qarşı daha rəhimli, daha duyğulu və diqqətli olaq. Dəyərli dinləyicilər, yaşıl dünyamız gələcəyinə və ekoloji təmizliyə həsr olunmuş radio buraxılışımızın sonuna gəldik. Sizinlə mən idim. 6-cı sinif şagirdi Mələk Məmmədova. Gələcəyin İşığı FM-in radiosu adından hər birinizə təbiətə, vəhdətə, təmiz, sağlam və firavan bir həyat arzulayırıq. Ümumdünya Ətraf Mühit Gününüz mübarək olsun.
Növbəti görüşlərə qədər əlləriniz həmişə ağa çəksin, qəlbiniz isə sönməz bir təbiət sevgisi ilə döyünsün. Dünyanı birlikdə yaşıllaşdıraq. Sağ olun, hər zaman sağlıqlı və yaşıl dünyada qalın.